Mən Uşava, Sabirabad rayonundan gəlirəm doktorun yanına. 2 il yarımdır, hətta 3 ilə yaxındır. Ara-ara gəlmişəm müalicələrə. Şükür Allaha artıq nəticə var. Hamiləyəm, 21 həftəyə çatmışıq. Problemlərim çox idi. Borumun biri bağlı idi, miyom var idi. Doktor əməliyyat məsləhəti gördü. Miyom götürsürdük. Ondan sonra başqa problemlər də vardı. Zot problemi var idi. Yəni xırda-xırda problemlərim çox idi. Şükür Allaha. Doktorun müalicəsi nəticəsində indi hamiləyəm. İnşallah axırı çatmaq nəsib olar. Mən Nərmin, Qax rayonundan gəlmişəm. 6 ildir ailəliyəm. Bir qızım var və ikinci uşağı planlaşdırdıq, alınmırdı. Və həkimlə bölgəmizdə həkimə getdim və həkim mənim analizlərdə gördü ki, antimüllerim çox aşağıdır, FSH yuxarı və LH da yuxarı idi və dedi, suni mayalanma yəni olmalıdır, müalicə ilə, təbii yolla ana ola bilməzsən. Və bir tanışımın sayəsində Elmira xanımı tanıdım və araşdırdım Instagramda. Mənim kimi xəstələr olduğunu gördüm və hər birində nəticə əldə olunmuşdu. Və gəldim həkimin yanına, hormonlarımı qaydaya saldı və bir boru, bir folikulu ilə təbii yolla ana olmağa hazırlaşıram. Və bunun üçün də Elmira həkimə çox təşəkkürümü bildirirəm, minnətdarım. 2021-ci ildə ailə qurmuşam. Doktor sayəsində 2023-cü ildə övlad sahibi olmuşam. Allah Elmira xanımı qarşıma çıxartmaqla mənə böyük mükafat verib. Çünki 2 il mən uşağım olmamasının əziyyətini çəkmişəm. Buraya gələrək problemimi bilmişəm və problemimizi doktor sayəsində tez çözmüşük. Şükürlər olsun ki, mənə ikinci övlad sahibi olmağı Allah bəxş edir Elmira xanım sayəsində. Və burada sonuncu günümdür. Belə baxıram ki, 3 ildə artıq bura gəlirəm, darıxacam. Sabah inşallah ikinci körpəmi qucağıma alacam. Allah olmayanlara da qismət eləsin. Əziyyət çəkənlərə də Elmira xanım kimi doktor, elə Elmira xanımın özünü qarşılarına çıxartsınlar. 9 ildə ailəliyəm. Beyləqan rayonundan gəlmişəm. 3 ilə yaxın Elmira xanımın yanına gəldim, getdim. Bir dəfə də süni mayalanma elətdirdim. Süni mayalanmada folikullar keyfiyyətsiz oldu. Sonra indi təbii yolla ana olmağa hazırlaşıram. Artıq 20 həftəyə çatmışam. Problemlərim çox idi, hormonal. Boruların ikisi də bağlı idi. Açıldı Elmira xanımın sayəsində. Bir çox həkimlərdə olmuşam. Mənə donor yumurta məsləhət gördülər. Göydə Allah, yerdə Elmira xanımın sayəsində ana olmağa hazırlaşıram. Məndə psixoloji faktor da var idi. Ona görə də hər dəfə əsəb stres keçirirdim. Doktor hər dəfə sakitləşdirirdi. Buna baxmayaraq çox narahat idim. Ona görə də folikullar yaxşı yetişmirdi və nevropatoloqa müraciət elədim. O da müalicə yazdı. Hal-hazırda doktorun Elmira xanımın sayəsində 20 həftəyə çatmışıq. Təbii yolla ana olmağa hazırlaşıram.